Sizden 10 Y5, siz Y5. Y5. Sen ne olabilir? Bir Y2 yoksa sen stiline uygun. Ben bakıram, doğru. At Y7. Qalabırmalı. Qalabırmalı. Demek. Y4. 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 At D4. At sağ. Top D, at D2'dən D4'dən Y2. Təzyiq edir də bura. Həm də dəyişməyə can atmır da. Dəyişsə, tutaq ki, belə dəyişsə filin yolu açılır. Fil, bu biri ağ fildən güclü oldu. Ona görə dəyişməyə can atmır. At D2. Amma burada deyir ki, deyir aktivni. Aktiv olardı ki, at çaldı bulsun. Ağlar. At beçi vəzir Y2 gəlsin. O daha yaxşıdır. Vəzir yaxşı yerdə dursun. Belə piyadalar fikirləşdirsin. Belə daha yaxşıdır. İndi bu olmadı. Demək, at D2 gəldi. At C5. At. Gəl. Fil Y3. Sizcə burada hansı profilaktik gedişələr var? Bax, nəzər salın görün elə. Qaraların yeni olsa, o müddət nə oynamaq daha rahat olardı? Belə vəziyyətlərdə adətən nə oynamaq olar? Siz yəni bu belə vəziyyətləri qiymətləndirməlisiniz. A5. A5. İndi A5-in məqsədi məlum olacaq. Vəzir Y2. Yox, mən də bilmirəm. Vəzir D2. Yox, vəzir D2. C2. Nəyə görə gəldi ora? At B4. Özünə yer açır. At B4. Özünə yer açır. Vəzir D2. Gör nətə istifadə edir. Fil Y6. Qaralar figurları yavaş-yavaş oyuna çıxırlar. O vaxtı gəlməyinə o biraz da böyle At D5. C6. At vurub B4 dəyişdi bir dənə. AB, vəzir B4. Qaralar. Demək, top A4. Vəzir D2 qayıtdıq. Qaralar oldu. Bütlərdən geri qaytarır. Top F-dəki Y1-ə. Həm bu gediş nə üçün? Həm bağlamadan çıxardır. Burada atı qoyur. İndi atı çıxarılmır. Mən də xatta çıxdı. Bəs xatta çıxdı. Burada demək qaralar sərf edirlər. Yaxşı durmuş fili götürüb ata verirlər. Niyə bu peyğəmbər açır? Ola bilər. İndi baxaq gör nətərdir. Bax. Fil Y2 olur. Deyir burada problemli sağlam olur. Problemli ən yaxşı düzgün vəzir Y7 idi. Görsünüz? Vəzir Y7 daha düzgün geçir. Bu da gəlir.